Kimlər müddətli həqiqi hərbi xidmətə çağırılmır? Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum edilməyə şərti məhkum edilmiş, məhkumluğu üzərindən götürülməmiş və məhkumluğu ödənilməmiş barələrində olan cinayət işinə məhkəmədə baxılan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvəqqəti olaraq çağırılmırlar. Yəni şərti məhkum olunmuş, cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilmiş şəxsin hərbi xidmətə yararlılıq məsələsi müvafiq komissiya tərəfindən yenidən qiymətləndirilir. Yəni bu şəxslər hərbi xidmətə aparıla da bilər, aparılmaya da bilər. Ağır və yaxud da xüsusilə ağır cinayət törətdiyinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş vətəndaşlar isə ümumiyyətlə hərbi xidmətə aparılmırlar. Diqqətiniz üçün təşəkkür edirəm.